Ben bir qayda olarak bu videolar hazırlayıram. Kəndin əks tərəfində, bax indi göstərdiyim tərəflərdən, o tərəflərdən. İndi də belə qərara gəldim ki, əks tərəfdən də bir video hazırlayayım və dostlar baxsınlar. Artıq yazdı, əməlli başlı. Əməlli başlı yazdı. Amma həmişə qeyd etdiyim kimi, yağlaqda hələ ki qar var. Gördüyünüz kimi qar görürsünüz yağın ki var. Çox idi, əriyib. Çoxu əriyib, az qalıb. Yəni çox az qalıb. Quşlar da çox uyur. Bu da gördüyünüz yer, dostlar, bu selin sonuncu selin fəsadlarından biridir. Bir böyük ərazini sürüşdürüb gətirib aşağı. Oradan yaxşı yol kəsmir. İndi bu yol işlək yoldur, yay vaxtı. Amma əsas yolumuz bilirsiniz də bu deyil. Amma bu da yoldur da, bu da işləyirlər. Biraz da aşağı gəlsək, yağın artıq yolu kəsərdi. Ancaq kəsməyib. Belə o tərəfdə də gözəl görünür də, görürsünüz də hər yer yamyaşıl. Oradan zaten bir maşın gedir bizim evlərə tərəf. Bu yaxında görünən də bizim məhəllədir. Mən uşaqlığımın keçdiyi məhəllə. Amma indi gözəl bir məhəllə. Burada da birazdan ağaçlar gül açır yavaş yavaş. Alma ağaçları, bəziləri gül açıb orada aşağıda görünür. Yemişandı, əzgildi, bunlar hələlik gül açmıyorlar. Yemişan kol. Yox, bu nədir? Yemişan kollar hələ gül açmayıb. Birazdan yağın ki gül açacaq. Buradan kəndin panoraması da gözəl görsənir bir. Demək olar ki, böyük hissəsini buradan götürmək olur. Duvarı ha. Və uzaqda görünən də bizim köhnə məktəbimiz qalıb indi istifadəsiz. Uzaqda görünən bizim köhnə məktəb qalıb istifadəsiz. Halbuki orada xeyli şeylər yaratmaq olar. Məsələn, orada bir gözəl pansionat yaratmaq olar, nə bilim, istirahət zonası yaratmaq düzdür. Böyük xərc tələb eləyir. Yeri gözəldir oranın. Çox gözəl yeri var. Hər halda yaxşı olardı ki, aidiyyəti orqanlar bu arada fikirləşsinlər və ya kəndimizdə imkanı adam varsa alsın oranı, qəşəng nəsə bir şey təşkilləsin. Deyilə bilər ki, o bina yararsızdır. Bəli, qismən yararsızdır. Amma hər halda yararlı yerlər də var və onun yeri gözəldir. Yeri, çox gözəl yeri var. Oranı o vaxtı SR dönəmində o tikəndə o yeri düzəltdilər. Traktorla da düppə düzələdilər. Bir xeyli orada, nə bilim, yarım hektara yaxın yer var. Bəlkə də çox. Yaxşı olar ki, bu istifadəsiz qalıb, köhnə məktəb çürüyüb gedir. Yararlı olan şeylərdə. Yağın divarları yaxşı vəziyyətdə olar, yəni istifadə eləmək olar. Belə dostlar, bu da qısa bir video. Gün olan tərəfdən götürür. Birbaşa gün vuranda obyekti o yaxşı götürmür. Gün biraz yuxarıdadır. Yuxarıda orada gözəl əkin yerləri, sahələr yaxın görürsünüz. Əkin yerləri, gözəl sahələr. Təbiətin gözəlləşən vaxtı. Birazdan daha gözəl olacaq. İndi həftədə başlayıb düzəlməyə, ağaclar gül açmağa. Belə baxın, zövq alın.